Bu en önemli əxlaqı təmsil edən hədislərdən biridir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, sizdən en çok sevdiyim, qiyamət günü mənim məclisimə en yaxın olanınız, sizin en gözəl əxlaq sahibi olanınızdır. Əxlaq dedikdə, əziz qardaşlar, sənin dürüst olmağın nəzərdə tutulur. Sənin yalandan uzaq olmağın nəzərdə tutulur. Sənin əmanəti gözəl şəkildə daşımaq sifətinə malik olmağın nəzərdə tutulur. Qeybətdən, nəmmamlıqdan və ictimai əmin-amanlığı pozan hər şeydən uzaq durmağın nəzərdə tutulur. İmam Əhməd ibn Həmbəl rahiməhullah buyurur ki, Əd-dinu kulluhu əxlaq. Dinimizin hamısı əslində əxlaqdır. İmam İbn-i Qayyim rahiməhullah buyurur ki, Əd-dinu kulluhu əxlaq. Fəmən zədəkə fil xuluqi, zədəkə fid-din. Dinimizin hamısı əxlaqdır. Kim səndən nə qədər gözəl əxlaqlı olursa, səndən o qədər daha çox dindar olur. İmam Malik'in anası, İmam Malik rahiməhullah uşaqkən müəlliminin yanına göndərir. Bəziləri deyir ki, axı İmam Malik balacadır, bu elm almaq səviyyəsində deyil. Buyurur ki, qoy müəllimindən, elmdən öncə ədəb öyrənsin. İmam Malik rahiməhullah buyurur ki, təalləmul ədəb qablə ən tətəalləmul ilm. Elm öyrənmədən öncə ədəb və əxlaq öyrənin.